Salam, xoş gördüm. Mən Nüfər Həsənova. Bugün sizə alqoritmlər bölməsini qısa formada təqdim edəcəm. Düzdür, alqoritmlər bölməsi çox geniş bir bölmədir. Amma mən çalışdığım qədər qısa formada sizə təqdimat edəcəm. Gəlin başlayaq. Ümumiyyətlə biz belə deyək də gündəlik həyatda, təhsildə və işdə müxtəlif çətinlikli, çoxlu sayda məsələlərlə qarşılaşırıq və onları həll etməyə çalışırıq. Onlardan bəziləri o qədər sadə olur ki, onları düşünülmədən avtomatik olaraq həll edilir. Bunlara misal olaraq çörək almaq, qəhvə hazırlamaq və s. kimi məsələləri həll etmək olar. Digərləri isə əksinə o dərəcədə çətin ola bilər ki, onların həllini tapmaq və qarşıya qoyulmuş məqsədə çatmaq üçün uzun müddət tələb olunsun. Məsələn, xarici dildə sərbəst danışmaq və ya universitetə qəbul olmaq kimi məsələ həlli üçün Məsələn, dondurma almaq kimi bir məsələnin həllindən daha çox sayda mürəkkəb əməliyyatların yerinə yetirilməsi tələb olunur. Hətta ən sadə məsələnin həlli adətən bir neçə ardıcıl mərhələ və ya addımların yerinə yetirilməsindən ibarət olur. Məsələn, belə bir nümunə yazaq. Qəhvə hazırlama prosesi. Məsələn, birinci nə edilir? Su qaynadılır. Daha sonra stakana qaynar su tökülür. Deməli, tökülür. Daha sonra stakana lazımı qədər qəhvə əlavə olunur. Qısa yazıram, əlavə. Sonra lazımi miqdarda şəkər tozu və sonda stakandakı su belə deyək də qarışdırılır. Yəni bu qəhvənin hazırlama bir prosesi idi. Yəni görürsüz də adi bir qəhvə hazırlama prosesi baxın 5 addımda icra olunur. Əslində biz o qədər öyrəşmişik ki, yəni ki onu düşünmədən belə demək olar ki edirik. Orta məktəb kursunda məlum olan bir çox məsələlərin, məsələn, düzbucaqlının perimetrinin hesablanması. Məsələn, düzbucağının perimetri necə hesablanır? Baxın, bu eni və uzunluğu P bərabərdir 2 vurulsun A plus B. Sonra bizim belə deyək də üçbucağın sahəsinin tapılması, sonra 2 natural ədədin ən böyük ortaq bölənini tapmaq, əbubu tapmaq, sonra nitq hissəsinin müəyyən edilməsi, sözün fonetik təhlilinin tapılması və s. kimi məsələnin həlli prosesini ayrıca hərəkətlər və ya əməllər şəklində yazmaq olar. Bu halda məsələlərin həlli üçün yalnız yerinə yetirilən ayrıca əməllərin düzgünlüyü deyil, həm də onların hansı ardıcıllıqla yerinə yetirilməsi vacibdir. Ümumiyyətlə, alqoritm nədir? Alqoritm qoyulmuş məsələnin həllinə aparıb çıxaran sonlu sayda hərəkətlər və yaxud əməllər ardıcıllığıdır. Alqoritmdə hər bir hərəkət və əməl addım yaxud alqoritmin addımı adlanır. Və bayaq dediyim kimi, bayaqki misal nümunələri göstərdik də, yəni ki, düzbucağın sahəsinin tapılması, perimetrin tapılması, ən böyük ortaq bölənin tapılması və s. Əslində, burada sizin üçün göstərdim. Bu 5 addım ki var, qəhvə üçün, qəhvə hazırlama alqoritmidir. Ümumiyyətlə, kulinariya kitablarındakı reseptlərin hər biri alqoritmdir. Hər biri bir ardıcıllıqdır. Alqoritm ümumiyyətlə riyazi hesablamaların eyni zamanda riyazi xarakterli olmayan hərəkətlər ardıcıllığı kimi də ifadə oluna bilər. Ümumiyyətlə, alqoritm anlayışı hardan meydana gəlib? Deməli, alqoritm anlayışı Orta Asiyada yaşamış, məşhur, deməli, riyaziyyatçı və astronom Məhəmməd İbn Musa Əl-Xarəzmin təxminən, deməli, 780 və 850-ci illərdə, yəni adının latın dilinə tərcüməsi olan alqoritmi yazılışı ilə bağlıdır. Baxın, bu formada yazılmışdır. Yazılışı ilə bağlıdır və Əl-Xarəzmin təxminən 820-ci belə deyək, ildə yazdığı Əl-Cəbr və Əl-Müqabala əsəri
12-ci əsrdə Avropada Latın dilində alqoritmi de numero indorum, yəni Əl-Xarəzm Hind hesabı haqqında adı ilə tərcümə olunmuş. Beləliklə bu tərcümə sayəsində alqoritm termini Avropa dillərinə keçmişdir. Ümumiyyətlə alqoritmi hazırlayan və ya tərtib edən insandır. Lakin icra edən insanlar və bütün mümkün texniki qurğular, kompüter, robot, dəzgah, mürəkkəb məişət texnikası və s. hətta bəzi oyuncaqlar belə ola bilər. İndi isə ümumiyyətlə məsələnin kompüterdə həlli mərhələləri var. Həll yolu alqoritmi məlum olan istənilən məsələni kompüterdə həll etmək olar. Kompüterdə hər hansı məsələni həll etmək üçün müəyyən mərhələlərdən mütləq keçmək lazımdır. Elə məsələ ola bilər ki, bu mərhələlərin hamısı iştirak etməsin. Amma əksər məsələlər deməli aşağıdakı mərhələlər ardıcıllığı ilə həll edilir. Birinci nədir? Məsələnin qoyuluşu. Bu nə deməkdir? Məsələni kompüterdə düzgün həll etmək üçün məsələ gərək düzgün qoyulsun. Məsələ haqqında informasiya toplanılır. Məsələ həllini təmin edən düsturlar tərtib edilir. İlkin verilənlərin siyahısı və s. burada qoyulur. İkinci, məsələnin analizi və tədqiqi və yaxud da ki, verilənlərin təhlili də deyə bilərik. Bu mərhələdə texniki və proqram vasitələri analiz edilərək riyazi model hazırlanır. Verilənlərin tipi və strukturu ikinci mərhələdə müəyyənləşdirilir. Üçüncü mərhələmiz, demək bu iki mərhələni dedik, artıq üçüncü mərhələdəyik. Həll alqoritminin yaradılması. Deməli, bu mərhələdə seçilən həll usuluna uyğun məsələnin həll alqoritmi müəyyən edilir. Testlər və testləşdirmə usulu seçilərək alqoritm layihələndirilir. Sonra alqoritmin proqramlaşdırma dilində təsviri növbəti dördüncü mərhələmiz. Deməli, bu mərhələdə əsasən iki hissədən ibarət olur. Əvvəlcə həll alqoritmi əsasında seçilən proqramlaşdırma dilində məsələ həll olunur. Nəticədə ilkin proqram yaranır. İlkin proqram burada yaranır. Sonra isə ilkin proqramı translator maşın dilinə çevrilir və proqramçının buraxdığı morfoloji və sintaksis səhvlər aşkarlanır. Bu səhvlər aradan qaldırılır və nəticədə mütləq və işçi proqram belə deyək də yaranır. Mütləq və yaxud da ki, işçi proqram yaranır. Növbəti mərhələmiz testləşdirmə və analiz və yaxud da ki, sazlama mərhələsi də deyə bilərik. Bu mərhələdə proqram sazlanır. Proqramdakı məntiqi səhvlərin aşkarlanaraq aradan qaldırılmasına sazlanma deyilir. Sonra işçi proqramın düzgün işlənməsini yoxlamaq məqsədi ilə yoxlama misalında o sınaqdan keçirilir, yəni testləşdirilir və testləşdirmənin nəticələri analiz edilir və növbəti mərhələmiz isə məsələnin həllinin analizi və onun təhlili və yaxud da ki, buna icra etmə mərhələsi də deyə bilərik. Bu mərhələdə proqram bir neçə dəfə ilkin verilənlər üçün icra edilir, alınmış nəticələr mütəxəssislər və məsələni qoyan şəxs tərəfindən təhlil edilir. Və indi isə deməli əsas məsələlərdən biri də alqoritmin xassələridir. Biz yəni bundan öncəki dərslərdə informasiyanın xassələrini də keçmişdik. Ümumiyyətlə xassələr çox önəmlidir. Ümumiyyətlə alqoritm qoyulmuş məsələnin həllinə aparıb çıxaran sonlu sayda əməllər ardıcıllığıdır. İstənilən əməllər ardıcıllığına da alqoritm deyilmir. İstənilən və olmaz. Əməllər ardıcıllığının alqoritm adlandırılması üçün onlar müəyyən tələblərə cavab verməlidir. Bu tələblərə alqoritmin xassələri deyilir və aşağıdakı xassələrə malikdir. Birinci xassəmiz diskretlik, yəni bunun mənası latınca ayrılmış deməkdir. Alqoritmik proses ayrı-ayrı elementar addımlara bölünməlidir. Alqoritmdə əməliyyatlar bir-birini izləməlidir. Hər bir əməliyyatdan sonra növbəti əməliyyatlar başlamalıdır və hər bir əməliyyat sonlu zaman müddətində başa çatmalıdır. Yəni alqoritm məsələnin həlli prosesini sadə addımların ardıcıllığı şəklində ifadə etməlidir. Bu bizim birinci xassəmiz diskretdir. İkinci xassəmiz müəyyənlik. Buna determinlik də deyilir. Bu yəni latınca mənası müəyyənlik və yaxud da ki, dəqiqlik deməkdir. Deməli, ümumiyyətlə bu xassə onu göstərir ki, alqoritmin hər bir addımı aydın, dəqiq və birmənalı olmalıdır. Başqa sözlə, alqoritmin addımları bütün icraçılar tərəfindən eyni cür başa düşülməlidir.
Və növbəti xassəmiz kütləvilik. Bu xassə iki tələbi nəzərdə tutur. Birinci, ondan ibarətdir ki, müəyyən məsələ həlli üçün qurulmuş alqoritm həmin tipdə olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. İkinci, alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. Növbəti, sonuncu mərhələmiz isə sonluluq və yaxud nəticəvilikdir. Alqoritm elə tərtib edilməlidir ki, sonlu əməliyyatlardan sonra nəticə alınsın. Alqoritmdə iştirak edən əməliyyatların sayı sonlu olmalıdır. Yəni, sonda mütləq bir nəticə alınmalıdır. Yəni, alqoritm sonda, tutaq ki, hərəkətlər ardıcıllığını icra etdikdən sonra onun mütləq bir nəticəsi, bir sonu olmalıdır. Və belə. İndi isə keçid alaq alqoritmin təqdim edilmə üsullarına. Ümumiyyətlə, biz alqoritmi sözlə təsvir edə bilərik, alqoritmik dillə təsvir edə bilərik, yəni proqramlaşdırma dilində təsvirini apara bilərik və qrafik formada təsvir edə bilərik və deməli, sözlə təsvir, gəlin burada yazaq. Birincisi, nümunə yazaq, sözlə təsvir. Deməli, sözlə təsvir, yəni təbid ilə təsvir deməkdir. Məsələn, belə deyə bilərik, 5 və 4 ədədləri daxil edilir. Sonra yaza bilər, vurma cədvəlindən istifadə edərək 5 vurulsun 4 bərabərdir 20 hasili tapılır və sonda da 20 cavabı qeyd olunur. Bunu sözlə biz belə təsvir edə bilərik. Alqoritmik dildə, təsvirdə biz, məsələn, Python proqramlaşdırma dilində, məsəl üçün, nəyisə təsvir edə bilərik. Məsəl üçün, A bərabərdir int input. İndi Pythona aid də növbəti günlərdə dərslər çəkib qoyacam hissə. B bərabərdir int input. Yəni input klaviaturadan belə deyək də simvolları daxil etmək üçündür. Int də onu ədəd tipinə çevirəcək. Və tutaq ki, A3 və burada da print sonda A ilə B-nin cəmini çapa versin. Tutaq ki, A üçün daxil edirsən 7, B üçün daxil edirsən 2, onların cəmi də olacaq 9. Yəni, bu proqramlaşdırma dildə, yəni alqoritmik dildə təsvirdir. Və qrafik təsvir, yəni blok sxem formasında təsvirdir. Məsələn, başlanğıc. Sonra, məsələn, A bərabərdir 5, B bərabərdir -4, məsələn. Sonra, burada deyirik ki, C bərabərdir A plus B. Məsələn, vurulsun B, lap belə yazaq. Sonda da C-ni çapa verək, çap bloku və son. Yəni, bu da alqoritmik, belə deyək də, alqoritmin qrafik təsvir, yəni blok sxem vasitəsindən təsvirinə aid nümunə yazdım. Ümumiyyətlə, alqoritmin təqdim edilmə formasının seçilməsi adətən məsələnin xarakterindən asılı olur. Məsələn, çayın dəmlənməsi və qəhvə hazırlaması alqoritmi bəndlərdən ibarət cümlələrlə, sözlə təsvir edə bilərik. Məsələn, yarım fabrikat yeməklərinin hazırlanması alqoritmi isə şəkillərlə vermək daha əlverişlidir. Alqoritmlərin ən sadə verilmə forması olan təbid dildə, yəni sözlə yazılış formasıdır. Bunları qeyd etdik. Alqoritmi əyani təsvir etmək üçün də ən geniş yayılmış üsul onun qrafik formada, xüsusən də blok sxem şəklində təqdimatıdır. Və mən burada ümumiyyətlə blok sxemlə təsvir formasında alqoritmin addımlarını göstərmək üçün standart həndəsi fiqurlardan istifadə olunur. Bunları burada qeyd etmişəm. Başlanğıc və ya son blokdur. Proses hesab bloku burada hesab işləri aparılır. Verilənlərin daxil edilməsi və xaric edilməsi paralelogramda yerinə yetirilir. Baxın, bu ellipsdir. Bu düzbucaqlıdır. Sonra daxil etmə və xaric etmə bloku, yəni verilənləri həm daxil, həm də xaric etmək üçün paralelogramdan istifadə olunur. Və alt alqoritm və yaxud alt proqram, bu da düzbucaqlıdır. Sadəcə kənarlarında xəttlər var. Sonra şərt seçmə məntiqi blok rombun daxilində yazılır.
Bunun da hə və yaxud da ki, yox, iki istiqamətdən birini seçilir. Dövr blokudur altıbucağının daxilində və çap bloku da bu formada qeyd olunmuşdur. Və indi isə keçid alaq algoritmin belə deyək də növləri, yəni tipik strukturları hansılardır? Deməli, ümumiyyətlə, algoritmlərdə hərəkətlər və əməllər bir-birinin ardınca təsvir olunur. Lakin onlar yazıldıqları ardıcıllıqla yerinə yetirilməyə də bilər. Buna səbəb algoritmlə müəyyən şərtlərin təhlil olunmasıdır. Addımların yerinə yetirilmə ardıcıllığına görə algoritmlər 3 növə bölünür. Xətti algoritmlər, budaqlanma və dövrü algoritmlər formasında olur. Xətti algoritmlər nədir? Xətti algoritmlər algoritmi struktur 2 və daha çox prosesin ardıcıllığından ibarət olur. Onun tərkibində nə şərt, nə də ki dövr bloku olmur. Algoritm yazıldığı kimi ardıcıllıqla yerinə yetirilir. Bax, görürsünüz, xətti algoritmə aid burada nümunə göstərmişəm. Daha sonra budaqlanma. Ümumiyyətlə, xətti algoritmdə bunu da qeyd edim ki, heç bir addım buraxılmadan və təkrarlanmadan bütün addımlar tam yazıldığı ardıcıllıqla yerinə yetirilir. Məsələn, əvvəlki bayaq dediyim kimi, məsəl üçün düzbucağının perimetrini və sahəsini hesablayan algoritmləri xətti algoritmlərə nümunə göstərmək olar. Burada da üçbucağın perimetrinin tapılması tərəflərinin cəmi. Bunu qeyd eləmişik. Yəni, bir xət üzrə bir ardıcıllıqla yerinə yetirilir. Budaqlanan algoritmlər isə deməli, ümumiyyətlə, həyatda xətti algoritmlərə az hallarda rast gəlinir. Tez-tez yaranmış vəziyyətdən asılı olaraq müəyyən qərar qəbul etmək lazım gəlir. Məsələn, əgər yağış yağırsa, biz çətil götürmək lazımdır. Əgər hava istidirsə, yüngül paltar geyinmək lazımdır. Budaqlanan algoritmik strukturda müəyyən şərtdən asılı olaraq iki istiqamətdən birini seçir. İstiqamətin seçilməsinin şərt bloku müəyyən edir. Burada da baxın, qeyd eləmişəm. Düzdür, indi burada növlərinə uyğun yazmışam. Baxın, tutaq ki, burada şərt doğrudursa, əməliyyat bir icra olunacaq. Bu hissə yaddan çıxacaq da, yəni bunu icra eləməliyik. Əgər şərt ödənmərsə, yəni əks olarsa, yox olarsa, əməliyyat 2 icra olunacaq. Bu belə. Sonra, gəlin budaqlanan algoritm haqqında sizə məlumat verim. 2 formada olur budaqlanan algoritm. Deməli, tam formalı budaqlanma və natamam formalı budaqlanma. Tam formalı budaqlanmada hər iki istiqamətdə hesablama əməliyyatı yerinə yetirilir. Baxın, görürsünüz, tam formalıdır. Şərt doğru olarsa əməliyyat 1, şərt doğru olmazsa əməliyyat 2 icra olunmuş olacaq. Sonra natamam formalı budaqlanma. Natamam formalı budaqlanmada yalnız bir istiqamətdə hesablama əməliyyatı yerinə yetirilir. Baxın, digər istiqaməti yoxdur. Yəni, tutaq ki, şərt ödəndi, əməliyyat 1, şərt ödənmədi, çıxışa gedəcək. Bunlar belə. Sonra dövrü. Dövrü algoritmi struktur müəyyən şərtdən asılı olaraq əməliyyatlar təkrarlanır. Yəni, şərt ödənənə qədər eyni əməliyyat yetirilir. Nə vaxt ki, şərt ödənildi, yeni əməliyyata keçid olunur. Ümumiyyətlə, dövrü algoritmlər haqqında da indi 3 növə bölünür. Ona keçid almamışdan öncə belə bir qeyd edim ki, ətraf aləmdə müxtəlif hərəkət və proseslərin bir çoxunun dəfələrlə təkrarlanmasını müşahidə etmək mümkündür. Məsələn, hər il fəsillər bir-birini əvəzləyir, hər gün səhər açılır və s. Və yaxud da ki, biz həftəlik dərs cədvəli təkrarlanır da, görürsünüz il boyu. Təkrarlanan əməliyyatlar hesablamalar zamanı daha çox qarşıya çıxır. Məsələn, riyaziyyatdan məlumdur ki, vurma əməlini yerinə yetirmək üçün müəyyən sayda toplama əməlini təkrarlamaq lazımdır. Məsələn, baxın, biz 20 vurulsun 4-ü necə yazırıq? Yəni, 4 dəfə 20-ni toplasaq, 4 vurulsun 20-ni almış olacaq. Düzdür? Burada da bir təkrarlanma oldu da. Başqa bir nümunə, məsəl üçün, 1-dən n-ə qədər belə deyək də, n natural ədəddir burada. Natural ədədin cəminin tapılması. Məsələn, burada nə yaza bilərik? S bərabərdir 1 üzərinə 2, üzərinə 3, üzərinə və s. üzərinə n. Məsələn, n nədirsə ona kimi. Bu məsələ həllini xətti algoritmlərdən istifadə etməklə qurmaq olar. Bu zaman müəyyən sayda eyni tipli əməliyyatları ardıcıl bir neçə dəfə yerinə yetirmək lazım gəlir.
Bu ardıcıllığı tələb edilən qədər yazmaq olar. Ancaq bu yanaşma o qədər də əlverişli deyil. Əməliyyatların və təkrarların sayı çox böyük olarsa, alqoritmin yazılışı da çox uzun alına bilər. Belə alqoritmdə səhv etmə ehtimalı daha yüksəkdir. Həm də bu cür yanaşma alqoritmin kütləvilik xassəsini pozur və bir çox məsələlərdə təkrarların sayı da qabaqcadan məlum olunur və o alqoritmin gedişi zamanı aydınlaşır. Bu problemlər xüsusi alqoritmik struktur qabaqcadan məlum, yəni dövr vasitəsilə həll olunur. Dövrlərdən istifadə olunması alqoritmin həcmini əhəmiyyətli dərəcədə azaldır. Və dövr alqoritmi, yenə də deyim, alqoritmin hər hansı addımı təkrar yerinə yetirilərsə, onda belə alqoritmə dövr alqoritm deyilir. Və təkrar yerinə yetirilən əməliyyatlar və ya addımlar qrupuna dövrün gövdəsi deyilir. Dövrü alqoritmlərdə qabaqcadan verilmiş şərtdən asılı olaraq dövrün gövdəsi icra olunur və həmin şərtə dövrün şərti deyilir. Demək olar ki, bütün proqramlaşdırma dillərində dövr tərtib etmək üçün müəyyən konstruksiyalar nəzərdə tutulmuşdur. Və bu konstruksiyalar nədir? 3 hissədən ibarət olur. Məsələn, başlatma, sonra dövrün gövdəsi və dövrün şərti. Yəni, başlatma nədir? Dövrün yerinə yetirilməsinə hazırlıqdır. Dövrün gövdəsi təkrarlanan əməliyyatlar və ya əməliyyatlar qrupudur. Dövrün şərti isə dövrün sona çatmasını müəyyən edən şərtdir. Dövrdə addımların sayı qabaqcadan məlum olmaya da bilər, ola da bilər. Və indi isə gəlin dövrə alqoritmin növlərinə baxaq. 3 formada olur. Ön şərtli, yəni şərt qabaqcadan məlumdur. Son şərtli və modifikasiyalı. Gəlin hər biri haqqında sizə məlumat verim. Ön şərtli dövrə alqoritmlərdə şərt birinci yoxlanılır. Əgər şərt doğru olarsa, dövrün gövdəsi icra olunacaq və dövrün gövdəsi icra edilir. Əgər şərt yalan olsa, dövrdən çıxış baş verir. Baxın, şərt buradadır. Şərt icra, belə deyək də, doğru olarsa, dövrün gövdəsi icra olunacaq. Yəni, şərtdən asılı olaraq. Əgər şərt doğru olmasa, artıq dövrdən çıxış baş verəcək və dövrün gövdəsi neçə dəfə, baxın, dövrün gövdəsi neçə dəfə icra edilirsə, dövrlərin sayı o qədərdir. Ön şərtli dövrə alqoritmlərdə dövrlərin sayı 0 ola bilər. Yəni, şərt ödənmədi, dövrdən çıxış baş verir. Bu ön şərtli, deməli, dövrün, belə deyək də, blok sxemi idi. İndi isə son şərtli dövrə baxaq. Son şərtli dövrə alqoritmlərdə şərt dövrün gövdəsindən sonra yoxlanılır. Birinci dövrün gövdəsidir, sonra şərt gəlir. Əgər şərt yalan olarsa, dövrün gövdəsi icra edilir. Əgər şərt doğru olarsa, dövrdən çıxış baş verir. Dövrün gövdəsi neçə dəfə icra edilərsə, dövrlərin sayı o qədərdir. Son şərtli dövrə alqoritmlərdə minimum bir dəfə dövrün gövdəsi icra edilir. Çünki bilmirsən axı, dövrün gövdəsi icra olundu bir dəfə, gəldi şərti yoxladı, dövrdən çıxır. Və yəni dövrlərin sayı minimum 1 olur. Burada modifikasiyalı dövrlər necədir? Deməli, modifikasiyalı dövr alqoritmlərdə dövrlərin sayı məlum olduqda, belə deyək də, istifadə olunur. Və burada, məsələn, indi misallarda burada yazmışam, orada da icra edəcək, daha ətraflı öyrənmiş olacağıq. İ dövrün parametridir. Buna parametrli şərtli dövrdə deyilir. Baxın, burada B olmalıdır. B, yəni dövrün başlanğıcıdır. Birinci başlanğıc gəlir, sonra son qiymət, sonra dövrün addımı gəlir. Ümumiyyətlə, burada addım əgər 1-ə bərabər olarsa, burada adətən yazılmır. Məsələn, burada i bərabərdir, 6 bucağının daxilində yazırıq. Tutaq ki, i bərabərdir 1-dən 10-a kimi. Düzdür? Burada üçüncü, yəni dövrün addımını yazmaya da bilər. Yəni 1 olarsa yazmırıq. 1 artır ona görə. Bu belə. Yenə nəsə sualınız olsa və yaxud da ki, nəsə bir fikriniz olsa, deyə bilərsiniz, dəyərləndirəcəm. İndi isə gəlin, keçid alaq misalların həllinə, həm DIM test toplusundan,
Həm də ki, Codera test bankında mən bura testlər yerləşdirmişəm və onlar üzərində də daha aydın sizə alqoritmləri çatdırmağa çalışacağam. Gəlin baxaq. Baxın, deyir A 2-dir, B-nin qiyməti 3, C-nin qiyməti 4 olduqda alqoritmin icrasından sonra F dəyişənin qiymətini müəyyən edin. Gəlin yazaq. Deməli, daxil edirik nəyi? A-nın qiyməti 2-dir, B-nin qiyməti 3-dür, C-nin qiyməti 4-dür. Gəlib yoxlayırıq. A 2 bərabərdirmi 3-ə? Yox, bərabər deyil. Ona görə buranı unuduruq. Gəlirik burada yoxlama aparırıq. B-miz 3-dür, C-miz də 4. 3 4-dən böyükdürmü? Yox, böyük deyil. Yox hissəsi icra olunacaq, yəni bu hissə. Burada A bərabərdir. A-mız nədir? 2. B-miz nədir? 3. 2 o da 3 eləyəcək 5. Artıq A-nın köhnə qiymətini unuduruq. A-nın yeni qiyməti 5-dir və buradan F bərabərdir. A-nın üzərinə C-ni gəlirik. A-nın yeni qiyməti 5 olacaq. Üzərinə də C. Yəni 4-ü gələcəm. Cavab olacaq 9. Sonda deməli 9 cavabını almış olacağıq. İndi növbəti. Bunu Codera test bankından götürmüşəm. Bundan öncəki isə DİM-dən. Deməli, belə bir sual deyil. Verilmiş alqoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəni 34 qiyməti. Baxın, B sonda 34 qiymətini almışdır. Yəni, burada 34 qiyməti alınıb. Buna əsasən A və B dəyişəni ilkin qiymətlərini A-nın və B-nin ilkin qiymətlərini tapacağıq. Gəlin, burada biraz, yəni PDF-də biraz yaxşı düşməyib. Gəlin, misalı buradan təzədən yazaq. A bərabərdir B-nin üzərinə 2 gəlirik. B bərabərdir A-nın üzərinə 10. Və A bərabərdir B-nin üzərinə 2 üzərinə A. Və deməli, B bərabərdir A-nın üzərinə B-ni əlavə edirik. Gəlin, indi ümumiyyətlə bu tip sualları yazanda çalışıq nömrələmə aparsaq daha yaxşı olar. Birinci, deməli, A1, B1, sonra artıq burada B2, A1-in qiyməti, sonra A2, burada da nömrələmə aparıram, 2 yazıram, burada da 1 yazıram, B3, A, deməli, burada olacaq 2, B2. Deməli, burada sonda 34 qiyməti almışdır. Gəlin, indi isə əvəzləmə apara-apara yazaq. Yəni, burada elə bir ki, B3-dür də, B3 34 alıb. Deməli, burada A2-nin yerinə yazacağıq bunu. Yəni, B2 üzərinə gəlsin 2, üzərinə gəlsin A1, üzərinə gəlsin B2 bərabərdir 34. B2-nin yerinə yazacağım. A1 üzərinə 10, üzərinə 2, üzərinə A1, üzərinə B2, yəni harada görsəm, onun yerinə qiymətini yazmış olacağım, bərabərdir 34. Burada, baxın, A1, 3 A1 olacaq, üzərinə gəlsin. Deməli, burada 10, o da 10, 20, o da 2, 22, bərabərdir 34 qiymətini almış olacağım. 3 A1 də bərabərdir 34-dən 22-ni çıxırıq. Buradan yazıram, A1 bərabərdir 34-dən 22 çıxanda 12 qalır. 12-ni də 3-ə böləndə eləyəcək 4. Yəni, A1-in qiyməti 4-dür. B1-i tapaq. Burada yerinə yazacağım. 4 bərabərdir B1 üzərinə 2. B1 də bərabərdir 4-dən 2 çıxanda 2. Deməli, A-nın qiyməti 4-dür. B-nin də qiyməti 2. Deməli, olacaq 4 ilə 2. Cavab olacaq C bəndi. İndi növbəti suala baxaq. Deməli, burada verilmişdir ki, alqoritm fraqmentinin icrası nəticəsində C dəyişənin son qiymətini müəyyən edin. Deməli, A-nın qiyməti yazaq burada 12-dir. B-nin qiyməti 21-dir. C-nin də qiyməti 10-u bizə vermişdir. Bizdən C-nin sonda, yəni C dəyişəni sonda nə almışdır, onu istəyir. Ümumiyyətlə, bu tip suallarda düzdür, biz addım-addım gedə bilərik. Amma addımların sayını da biz öncədən tapa bilərik. Addım sayını tapmaq üçün mən özümdən K dəyişəni daxil edirəm. Dövrün gövdəsi də buradır. Sonda C və burada müqayisə nə ilə nəyə aparır? A böyükdür B. A böyükdür B olanda dövrdən çıxış baş verir. Yəni, şərt ödənəndə çıxır. Bunun yoxu nədir? Yəni, A kiçik bərabərdir B olanda dövrün gövdəsi icra olunur.
Deməli, indi gəlin, bunun çıxışı H ilə olub da, A böyükdür B ilə olub. Gəlin, burada yazaq, A-nın qiyməti nədir? A-nın ilk qiyməti 12-dir. 12 üzərinə neçə dəfə 3 gəliblər? Böyük olub B-dən. B-nin də qiyməti 21-dir. 3K böyükdür 21-dən də 12-ni çıxdıqda 9 qalacaq. K da böyükdür. 9-u da 3-ə böləndə 3. Deməli, burada K 3-dən böyükdür. Buradan alınır ki, K 4 dəfə dövr icra olunmuşdur. Və buradan da gəlin 4 dəfə dövr icra olunmuşdur. Deməli, yəni biz addım sayını tapdıq ki, dövrün gövdəsi 4 dəfə işləyib. Deməli, burada C bərabərdir. C-nin ilk qiyməti nədir? 10-dur, düzdür? 10-dur. Üzərinə gəlib A-nı 4 dəfə. A da hər dəfə 3 artır axı. Deməli, bir dəfə A-nın qiyməti 12-dir. 12 üzərinə 3 gələndə neçə eləyir? 15. 15-in üzərinə 3 gələndə neçə eləyir? 18. 18-in üzərinə 3 gələndə neçə eləyir? 21. 21-in də üzərinə 3 gələndə 24. Bunları da toplasaq, cəmi olacaq 88. Bu belə. Yenə nəsə sualların izahı ilə bağlı qaranlıq məqam olsa, rəy bölməsindən yazarsınız, izahat verəcəm. Sonra, indi isə gəlin belə bir suala baxaq. Algoritmin fraqment təyinatını müəyyən edin. Ümumiyyətlə, təyinatı müəyyənləşdirəndə çalışın özünüzdən qiymət verin. Baxın, P bərabərdir 1 verib. Ümumiyyətlə, hasil var, burada görürsünüz. Hasil olanda başlanğıcda 1 verilir, cəmləmə olanda başlanğıcda 0 verilir. N-i daxil edirik. N-ə özümdən verirəm, məsələn 4. Gəlir, yoxlayır. P kiçik bərabərdirmi N-dən? Yox olanda dövrdən çıxış baş verir və burada i-ni çap edir. I-ni çap edir və burada gəlin yazaq, addım-addım yazaq. Lap N-ə 3 verək, qoy addımların sayı az olsun. Görək nə edir burada? P-miz nədir? 1. 1 kiçik bərabərdirmi 3-dən? Hə. I bərabərdir 0-dır. 1 vahid artdı, oldu 1. P bərabərdir. P-nin qiyməti 1, I-nin də qiyməti 1. 1-ə hasili 1 etmiş olacaq. İkinci, 1 kiçikdirmi 3, kiçik bərabərdirmi 3-dən? Hə. I artacaq, 1 vahid 2 olacaq. P bərabərdir 1 vurulsun 2. Bir də çalışın açıq şəkildə yazın. Deməli, 2 kiçik bərabərdirmi 3-dən? Hə. Deməli, burada da I bərabərdir. Nə olacaq? 3 olacaq. P də bərabərdir 1 vurulsun 2 vurulsun 3. Gəlib yoxlayırsan. 3 kiçik bərabərdir 3-dən? Hə. I bərabərdir 4 olacaq. P də bərabərdir 1 vur 2 vurulsun 3 vurulsun 4. Gəlirsən, yenə yoxlayırsan. 4 kiçik bərabərdirmi 3-dən? Yox. Artıq 4-dən çıxış baş verir. P nədir burada? P 1 vur 2 vur 3 vur 4. Nəyi tapdı? 4 faktoriyalı. Biz P-yə N-ə 3 vermişdim. Bu tapdı. 3 plus 1 faktoriyalı tapdı. Düzdür? Deməli, bu N plus 1 faktoriyalı tapmış olacaq. Və sonda da burada belə deyək də P-ni çapa vermir, I-ni çapa verir. Deməli, burada İ'miz nə idi? 4'ü çapa verdi. Biz i'yə 3 vermişdik, düzdür? 3 vermişdi. Amma sonda çapa verdi 4'ü. Faktoriyalı n-dən böyük olan ilk ədədi müəyyən edir. Gəlin indi isə növbəti belə bir suala baxaq. Çalışmışam hər tipdən burada yazım, qeyd edeyim. N dəyişəninə giriş olaraq deməli 110 ədədi daxil edilərsə algoritmin nəticəsini müəyyən edin. Deməli A-nın qiyməti 30'dur. Deməli burada nə qədər haçan bu dövrdən çıxır? Bunun yoxu nədir? Aynən n-in cəmi böyükdür 185 olarsa dövrdən çıxış baş verir. Və sonda da A-nı çap etmiş olacaq. Gəlin indi biz addımı tapaq. Yəni addım sayını tapaq. Addım sayını özümdən bir dənə K dəyişəni daxil edirəm. Hər hansı bir dəyişən daxil edə bilərsiniz. Deməli, A plus N böyükdür 185 olanda dövrdən çıxır. A-nın qiyməti nə idi bizdə? 30. Düzdür? 30 üzərinə gəlsin. 30 üzərinə neçə dəfə 10'u gəlsəm, üzərinə də n-in qiyməti. N-imiz nədir? N-in ilk qiyməti 100'dür də, 110. 110'dan da neçə dəfə 5'i çıxsam, böyük olacaq 185'dən. Gəlin tapaq. Deməli, burada ondan
10K'dan 5K'nı çıxanda 5K üzərinə gəlsin. 30'un üzərinə 110'u əlavə etsək 140 olacaq. Böyükdür 185'dən. 5K da böyükdür 185'dən də 140'a çıxanda 45 qalacaq. K da böyükdür 9. Deməli, dövrün sayı K bərabərdir 10 dəfə icra olunacaq. Və burada da A bərabərdir. Deməli, A-nın üzərinə və bizdən də sonda A-nı istəyirdi. A da nə idi? Bizdə A plus 10K düzdür. A-nın ilk qiyməti bizdə 30'dur. Üzərinə gələcəm 10 vurulsun 10. Yəni 10 dəfə dövr icra olundu. O da bərabərdir. 30'un üzərinə 100'ü əlavə etdikdə olacaq 130. Cavab olacaq A bəndi. İndi gəlin bu tip suallara baxaq. Belə. Deməli, əgər A bərabərdir 5, ikinci sualı yazıram. A bərabərdir 5, B də 5 olarsa, fx funksiyasının qiymətini tapın. Baxın uşaqlar, baxın yoxdur. 5 böyüdür 5-dən, yox. 5 kiçikdir 5-dən, yox. 5 bərabərdirmi 5-ə? Hə. Onda bu icra olunacaq. Yəni 5'i vuracaq. 5'ə bərabərdir 25 olacaq. Bu belə. İndi üçüncü sual. Baxın, aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda şərt blokundan ən az neçə dəfə istifadə olunduğunu müəyyən edin. X dəyişəni tam ədəddir. Ümumiyyətlə, bu sualları yazanda çalışın intervallar üsulundan istifadə edin. Deməli, burada bu ikinci sual 5 vurulsun 5'ə 25 yazaq. 3'ü buradan yazaq. Həm də blok sxemini quracam ona görə. Deməli, gəlin bir dənə birinci interval quraq. X böyüdürmü A? Burada 5 iştirak edir və 6 iştirak edir. X böyüdürmü 6'dan? 6'dan müsbət sonsuzluğa. Sonra X bərabərdirmi 6'ya? İçi dolu olacaq. Və X mənfi sonsuzluqdan 5'ə kimi 5'i də götürəcək. Deməli, bütün ədəd oxunu götürdüyünə görə və içi boş bir dairə alınmadığına görə, baxın, 3 şərt verilibsə, ondan 1 çıxacam, olacaq 2 şərt bloku. Yəni, bunun qaydası belədir. Bununla blok sxemini də qursam, başlanğıc, burada X-i daxil edirəm. Burada X böyüdürmü 6'dan? X böyüdür 6'dan, hə olanda, deməli, fx bərabərdir, x kvadratın üzərinə 5'i əlavə edirəm. Yox olanda, bunun yoxundan nə qalır? X kiçik bərabərdir 6'lar qalır da. Yəni 6, 5, 4 və s. belə. Yəni burada qaldı, x bərabərdir 6'nı yazıram və 6 getdi. Bu hə olanda fx bərabərdir, x kubu plus 6 olur. Düz bucağın daxilində yazırıq. Yox olanda isə, yox halında isə nə qaldı? 5, 4 və s. da, yəni 6'dan kiçiklər. Elə onun da şərt belə deyək də, figurunu çəkməyə ehtiyac yoxdur. Yəni şərt blokunu çəkməyə ehtiyac yoxdur. Elə birbaşa fx bərabərdir, x üstü 4 çıxılsın 8'i bura daxil etmiş olacaq və sonda da fx belə deyək də xarici olunacaq və son. Yəni bu formada yaza bilərik. Dördüncü çalışmada bunun kimidir. Bunu da intervallarla yazıram. Bir də şərt blokunu çəkməyəcəm. X böyükdür ondan, burada 6 var, bir də 10 var. Ondan müsbət sonsuzluğa, birinci şərt, mənfi sonsuzluqdan 6'ya və 6'dan 10'a kimi. Bütün ədəd oxunu götürdüyünə görə, yəni heç bir rəqəm qıraqda, xaricdə qalmadığına görə, burada da 2 dənə şərt bloku olacaq. İndi isə gəlin növbəti belə bir suala baxaq. Deməli, A bərabərdir 25 yazaq burada. B bərabərdir 20 verilmişdir. Deməli, burada A'mız nədir? 25. 25 böyüdür 20'dən. Hə, böyükdür. Onda A'nı tapırıq. A bərabərdir. Nə olacaq? A'nın qiyməti 25. Üzərinə gəlsin 2 vurulsun B.
25'in üzərinə gəlirəm. 2 dəfə 20, 40 edəcək. 25'in üzərinə 40 gələndə 65. 65 bu icra olundu. Sonra da C də bərabərdir. Deməli 2 vurulsun A, 2-ni vuracam 65'e, üzərinə B-ni gələcəm. B-nin də qiyməti nə idi bizdə? 20. 130 olacaq, üzərinə gəlsin 20, bərabərdir 150. Yəni adi sadə bir blok sxemidir. Bu tip suallarda, deməli bu tip ümumiyyətlə bu cəm işarəsidir, bu da hasil işarəsidir. Yəni bunların bir önəmi yoxdur. Sadəcə bu tiplərdə necə eləyirik? Məsələn, burada belə verilib də I bərabərdir 2-dən 7-yə kimi, J bərabərdir 3-dən 5-ə kimi, A, I, J üzərinə gəlsin B, I, J. Yəni bunların bir önəmi yoxdur. Sadəcə burada qayda nədir? Böyüdən, birincidə 7-dən 2-ni çıxırım, üzərinə 1 gəlirəm. Hansı ki bir parça kimi düşünün də. Parçanı necə tapırıq? 2-dən 7-yə kimi. 7-dən 2-ni çıxırıq, üzərinə 1 gəlirik. Bərabərdir. 7-dən 2-ni çıxanda nə qalacaq burada? 5, o da 1, 6. İkinci, 5'dən 3'ü çıxıram, üzərinə 1 gəlirəm. Deməli, burada olacaq 2, o da 1, 3 olacaq. Və sonda da bunların hasilini tapırıq. 6 vurulsun 3, eləyəcək 18. Yəni, təkrarlanmaların sayı burada olacaq 18. 6-cı sualda da eyni qaydadadır. Birinci, 7-dən 2-ni çıxıram, üzərinə 1 gəlirəm. Eləyəcək 6. 5'dən 3'ü çıxıram, üzərinə 1 gəlirəm. 2, o da 1, 3. 6'dan, bunları yazdım. Burada da 6'dan 2'ni çıxıram, üzərinə 1 gəlirəm. Bu da eləyəcək 5. Bunların da sonda hasili 6 vur 3 vurulsun 5. 6 dəfə 3, 18. 18'i də 5'ə vuranda eləyəcək 90. Cavab oldu E bəndi. İndi isə belə bir suala baxaq. Deməli, üçüncü. Daha doğrusu növbəti, bu da Dimin kitabından götürmüşəm. Deməli, burada alqoritm fraqmenti icrasından sonra A dəyişənin qiyməti neçə olar? Deməli, burada A-nın qiyməti 1-dir, B-nin qiyməti 0-dır. B bərabərdirmi 4-ə? B haçan 4 oldu, dövrdən çıxış olur da. Deməli, indi gəlin, B-nin üzərinə neçə dəfə K üzümdən K gəliblər, axırda 4 alıblar da, çünki 4 olanda dövrdən çıxmış olacaq. Deməli, burada B 0-dır, üzərinə gəlirəm K bərabərdir 4. K da bərabərdir 4. Deməli, B-nin üzərinə 4 dəfə 1 gəliblər də. Deməli, dövrün gövdəsi 4 dəfə işləyəcək. Yəni, burada A bərabərdir 1 vurulsun 2 üstü K. Burada da olacaq 2 üstü 4. Yəni 2'ni neçə dəfə bir-birinə vuracaq? 4 dəfə. Bu da eləyəcək 16. Cavab olacaq B bəndi. Sonra növbəti belə bir suala baxırıq. Ümumiyyətlə burada da uzun uzadı getmirik. Bir neçə addım gedirik. Sonra sonda 1-2 addım yazırıq. Yəni şərtə uyğun. Ondan sonra dövrü icra etmiş oluruq. Deməli, S bərabərdir 0, I bərabərdir 1. Deməli, i'miz 1-dir. Deməli, 100'ə kimi yoxlayacaq. Haçan ki, bu haçan çıxış olur. I böyük bərabərdir 100 olanda dövrdən çıxış baş verir də. Bu da dövrün gövdəsidir. Deməli, burada özdə, baxın, 2-2 artma gedir də. Özdə nə ilə başlayır? I 1 ilə başlayır. 2-2 artma olursa 1, 3, 3 o da 2, 5, 7 və s. gələcək, belə deyək də, tək 99'a kimi cəmləmə gedəcək də. Yəni bu 1-dən 100'ə qədər tək ədədlərin cəmini aparacaq. Gəlin bir neçə addım yazaq, tam aydın olsun. 1 kiçikdir 100'dən, hə. S bərabərdir. S-imiz 0'dır, üzərinə 1 gələndə 1. I də bərabərdir 3 olacaq. 3 kiçikdir 100'dən, hə. S bərabərdir 1'in üzərinə 3 gəlirəm. Çalışın bunları açıq şəkildə, yəni cəmləməni açıq şəkildə yazın. Tam aydın olsun. 3'ün üzərinə 2 gələndə 5. 5 kiçikdirmi 100'dən? Hə. S bərabərdir 1'in üzərinə 3, üzərinə 5 gəlirəm. I bərabərdir nə olacaq? 7. Baxın, bu qayda ilə gedəcək və sonda da S bərabərdir 1 plus 3 plus 5 plus nöqtələr və s. 99'a kimi cəmləmə aparacaq. Yəni 1-dən 100'ə qədər tək ədədlərinin
cəmini tapmış olacaq. İndi isə gəlin belə bir suala baxaq. Deməli, S bərabərdir 0, N bərabərdir 0, I bərabərdir 1-dən N-ə kimi modifikasiyalı dövrdə hər dəfədə X, yeni bir X ədədi daxil edir. X əgər 0-dan böyükdürsə, burada deməli nə edir? Cəmləmə aparır. Daha doğrusu S-i cəmləyir, həmin ixtiyari ədədləri cəmləyir və sayını da tapır. Burada da sonda S bölünsün M, bu əlbəttə ki, cəmi sayına bölmə ədədi ortadır. Bunu müəyyənləşdirdim. İndi burada nədir məsələ? N-ə verirəm, məsələn, nə verək? 4 verək. 4 dəfə ədəd daxil. Birincisi, I bərabərdir 1 olanda X-i özündən ver 5. 5 böyüdür 0-dan, hə. S bərabərdir 0 üzərinə 5 gəndə 5, M də bərabərdir 1 olacaq. Gəlsən, I bərabərdir 2 olanda X-ə ver özündən 7. 7 böyüdür 0-dan, hə. S bərabərdir 5 üzərinə 7 gəlirəm, M də bərabərdir artdı 2 oldu. Sonra I gəldi 3 alır. X-ə verirəm mənfi 6. Mənfi 6 böyüdür 0-dan, yox. Artıq nə cəmləmə oldu, nə də sayını tapdı. 4-cü I bərabərdir 4 olanda X bərabərdir verirəm 0. 0-dan böyükdür, yox. Cəmləmə olmadı. Sonda gəlir. Deməli, S-i bölür M-ə. Yəni 5-in üzərinə 7 gəlirəm, bölürəm 2-yə. Nəyi tapdı? İxtiyari N ədədin ədədi ortası. Xeyr. İxtiyari N ədədi müsbət olanların ədədi ortası. Bəli, müsbət olanların ədədi ortasını tapdı. İxtiyari N ədədi mənfi olanların, xeyr. N çox 1 ədədin, xeyr. İxtiyari N ədədin müsbət olmayanların, xeyr. Müsbət olanların ədədi ortasını tapdı. Cavab oldu B bəndi. Bu tip suallar deməli maraqlıdır. Rekursiv suallardır. Gəlin yazaq addım-addım. 27. Deyir ki, f-in funksiyasının hesablanması algoritmi aşağıdakı münasibətlərlə təqdim olunmuşdur və n natural ədəddir. F5-i tapaq. Bərabərdir sual. Baxın, gəlin yoxlayırsan. 5 böyük bərabərdir 2-dən. Hə, nə qədər ki, n 2-dən böyük bərabər olarsa, birinci funksiya yerinə yetirilir. Yəni, f5 bərabərdir. F5-dən 1 çıxanda 4, vurulsun 2 üzərinə 1. F4-ü tapmalıyam. F4. 4 2-dən böyük bərabərdir. Hə, ona görə yenə birinci düsturla gedirəm. 4-dən 1-i çıxıram 3. F3 vurulsun 2 üzərinə 1 əlavə edirəm. F3-ü tapıram. 3 böyük bərabərdirmi 2-dən? Bəli. Ona görə birinci düsturla davam edəcəm. 3-dən 1-i çıxdıqda 2, F2 vurulsun 2 üzərinə 1-i əlavə etmiş olacam. Sonra F2-ni tapıram. 2 böyük bərabərdirmi 2-yə? Bəli. F1 vurulsun 2 üzərinə 1. Artıq F1-i tapmaq üçün 1-ə bərabərdirmi? Bəli. Olacaq F0 üzərinə 2 əlavə edirəm. İkinci düsturla getdim. F0-ı tapmaq üçün n əgər 0-a bərabər olarsa, bu 1 qiymətini almış olacaq. Bərabərdir 1. Sonra geriyə addımlayıram. F0-ın yerinə 1 yazıram. 1-in üzərinə 2 gəlirəm. 3 alıram. Sonra F1-in yerinə 3 yazıram. 3-ü vururam 2-yə. Üzərinə 1 gəlirəm. 3 dəfə 2, 6, o da 1, 7. 7-ni 2-yə vururam. Üzərinə 1 gəlirəm. Bu olacaq 15. F3-ün yerinə 15 yazıram. 15-i 2-yə vururam. Üzərinə 1 gəlirəm. 31 olacaq. Və F4-ün də yerinə deməli 31-i yazıram, vururam 2-yə, üzərinə 1 gəlirəm. 62-ni də üzərinə 2 gələndə 63 cavab olacaq E bəndi. 28-ci sualda bu formadadır. Burada da F5-i yenə tapacağıq. Deməli F5 bərabərdir. 5 2-dən böyükdür, bəli. Ona görə nə qədər ki 2-dən böyükdürsə n, birinci düsturla gedirik. 5-dən 1 çıxanda 4, yəni F4 üzərinə gəlirəm. 5-dən 2 çıxanda 3. Sonra F4-ü tapıram. 4 böyükdür 2-dən, hə. Ona görə birinci düsturla gedirəm. 4-dən 1-i çıxıram 3, F3 üzərinə gəlsin. 4-dən 2-ni çıxıram F2. Sonra 3 2-dən böyükdür, bəli. F3-ü tapıram. F3 bərabərdir. 3-dən 1 çıxanda 2, F2 üzərinə gəlsin. F3-dən 2 çıxıram F1. F2 artıq N2 olanda, yəni F2 N2-yə bərabər olanda bu 1 qiymətini alır. F1-ə də bərabər olanda 1 qiymətini alır. 1 o da 1. Deməli olacaq 2. Sonra F3 yerinə 2, F2-nin yerinə də 1 yazıram. 2 o da 1, 3.
F4'ün yəni 3 o da 2 eləyəcək 5. Bu hansı ki Fibonacci ardıcılığıdır. 1, 1, 2, 3, 5. Baxın, Fibonacci ardıcılığı odur ki, ədəd özündən öncəki 2 ədədin cəminə bərabərdir. 2 nə oldu? 1 ilə 1-in cəmi 2, 1 ilə 2-nin cəmi 3, 3 ilə 2-nin cəmi 5 və s. Deməli, burada cavab olacaq 5 D bəndi. İndi isə gəlin belə bir suala baxaq. Deməli, verilmiş alqoritmin təyinatını müəyyən edin. Deməli, burada ilk öncə sizə məlumat verim ki, burada baxırıq, düzdür, burada bölmə əməliyyatları var, 2 qat silə işarəsi, tək var, yoxdur, amma verəcəm məlumat. Bu tam, birinci ədədi ikinci ədədə böləndə tam hissə. Bu adi bölmədir, yəni olduğu kimi yazılır. Bu isə birinci ədədin ikinci ədədə bölünməsindən alınan qalığı müəyyənləşdirir. Deməli, gəlin, indi isə bunun təyinatını müəyyənləşdirir. Deməli, tutaq ki, burada n-ə özümdən qiymət verirəm. Məsələn, verirəm, nə verək n-ə? N-ə hər hansı, məsələn, 153 verirəm. Gəlirəm, A bərabərdir 153, bu üç rəqəmli ədədi ayırmaq üçün də 153 bölünsün 100. Burada tam hissə 1 olacaq. B bərabərdir. Deməli, 153 bölünsün 10, faiz işarəsi 10-da, yəni qalıqlı bölmə. 153-ü 10-a böləndə 15 tam hissə. 15-i də 10-a böləndə qalıq 5 olacaq. Və C-ni tapıram. C bərabərdir 153-ü 10-a böləndə qalıq nə alınır? 3 alınır. Sonra deyir ki, A-nın kubu, yəni 1-in kubu, bu 2 ulduz da qüvvət deməkdir də. Deməli, 1-in kubu zənə gəlsin, B-nin kubu, yəni 3-ün kubu, 5-in kubu zənə gəlsin 3-ün kubu. 1 üzərinə gəlsin 125, üzərinə gəlsin 9. Nə olacaq burada? 3-ün kubu 27, üzr istəyirəm. Bunların cəmi olacaq 153. Deməli, bu düz alındığına görə burada hə olacaq, yəni yes. Yəni bu nəyi tapdı? Armstrong, yəni vermiş n ədədinin Armstrong ədəd olub olmadığını müəyyənləşdirmək üçün. Armstrong nədir? Armstrong ədədlər, məsələn, ümumiyyətlə hesab aləmində çoxlu maraqlı ədədlər vardır. Belə ədədlərə nümunə kimi Armstrong ədədləri göstərmək olar. Əgər n rəqəmli ədədin rəqəmlərinin n-ci qüvvətlərinin cəmi həmin ədədin özünə bərabərdirsə, belə ədəd Armstrong ədədlər adlanır. Yəni ki, məsələn, tutaq ki, 1634 vermişsən. Yəni, bu 4 rəqəmlidir. Burada 3 rəqəmli idi, yəni 3-cü dərəcədən qüvvətlərinin cəmi. Burada 1 üstü 4, plus 6 üstü 4, plus 3 üstü 4, üzərinə gəlsin 4 üstü 4. Bunların cəmi 1634 edir. Deməli, bu Armstrongdur. Sonra burada palindron ədədlər var. Palindron, məsələn, ədəd öz tərsinə bərabərdirmi? 121, 111, 131 və yaxud sözlər var. Ana, tərsi də anadır. Məsəl üçün, ata, tərsi də atadır. Lal, tərsi də laldır. Yəni, bunları deyə bilərik. Dərsin izahı ilə bağlı. Əgər hər hansı bir sualınız olsa, qaranlıq məqam olsa, rəy bölməsinə yaza bilərsiniz. Və yaxud hər hansı bir rəy və təklifiniz olsa, yaza bilərsiniz. Dəyərləndirəcəm. Belə, çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.